Assalamu aleykum ve rahmetullahi ve berekatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselam alel enbiya vel mursalin. Rabbi şrah li sadri ve yassir li amri vahlul uqdatan min lisani yafqahu qawli. Amma ba'd. Qardaşlar, mübarək ayda yaşayırıq, Quran ayında yaşayırıq, oruc ayında yaşayırıq. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bəqara surəsində 185-də Allah necə buyurur? Şəhru Ramadana ləzi unzilə fihil Qur'anu hudan linnəsi və bəyyinatin minəl huda vəl furqan. Fəmən şəhidə minkumuş şəhra fəlyəsumhu. Ramazan ayı o aydı ki, bu ayda Quran nazir oldu. Və Allah üç şey buyurur. İnsanlar üçün doğru yol göstərən, yəni hidayət, hudan linnəsi. Bu həmən hidayətdən bəyyinət, yəni açıq, aydın izahlar, açıq, aydın anlaşma. Vəl furqan. Furqan nə deməkdir? Fərq. Haqqı batildən ayrı. İlk öncə Allah deyir ki, Ramazan ayı Quranın nazil olunan ayıdır. Və ayənin davamında deyir, fəmən şəhidu minkumuş şəhrə fəliyəsumhu. Sizdən kim həmən bu aya şahid olsa, yəni kim bu aya sağ-salamat çıxsa, oruc tutsun. Və yadda saxlayaq. Allah burada üç dənə şey buyurdu. Quran nədir? İnsanlar üçün hidayət, bəyyinət, açıq aydın aydınlama və furqan, fərq qoyan. Və bu Quran ayında çox istəyərdim ki, İslami elmlərlə məşğul olan qardaşlar, yəni həqiqətən bu ilə məşğul olan qardaşlar, yəni insan hansısa tədris mərkəzini bitirə də bilər, diplomu da ola bilər, amma o deməkdir ki, o üzərində işləyir. Amma insan var ki, hər gün öz üzərində işləyir. Başqaları gecə yatanda gecə yatmır, öz üzərində işləyir, səhərdə yuxusuz işə gedir. Bu insanlar çox gözəl bilirlər, məzhəbindən asılı olmayaraq. İstəyir şiə olsun, istəyir sünni olsun, istəyir sələfi olsun, istəyir sufi olsun. Hamı çox gözəl bilir ki, müəyyən əqidəvi mövzular, müəyyən səhih sayılan hədislər, müəyyən fiqhi əhkamlar hər bir məzhəbdə Qurana müxalifdir. Hansı bir məzhəbdə biraz daha çoxdur, hansı biraz məzhəbdə daha azdır. Amma var, hər bir məzhəbdə bu var. Və indi Quran ayıdır. Ramazan Quran ayıdır, Allah bunu bizə buyurur. Həmən bu Quran ayında ilk öncə özümə bunu deyirəm. Yəni, tövbə eləyək, biraz daha çox imanlı olaq, daha çox takvalı olaq, insanlara Allah subhanahu wa ta'ala Quranda nazil etdiyi həqiqətləri çatdıraq. Çünki həqiqətləri gizlətmək barəsində ayələr həddindən artıq çoxdur Quranda. Bir neçəsini xatırladım. Məsələn, Bəqərə surəsinin 159-cu ayəsində Allah Zülcəlal və İkram buyurur: İnnellezine yaktumuna ma anzalna minel beyinati vel huda min ba'di ma beyyannahu lin-nasi fil kitabi ulaika yel'anahumullahu ve yel'anahumul la'inun. Və fikir verin qardaşlar. Bəs oxuduğumuz Bəqərə 185-də Ramazan ayı barəsində Allah nə dedi Quran barəsində? Hidayət, huda və bəyyinat və açıq aydın dəlillər. Bu ayədə də 159 Allah buyurur ki, şübhəsiz ki o kəslər ki, biz kitabda nazil etdiyimiz açıq aydın dəlilləri, bəyyinat və huda və doğru yolu gizlədirlər. Allah bunu nazil etdikdən sonra onları Allah və lənət edənlər lənət edir. Yəni bunu bəziləri deyə bilər ki, bu ayə əhli kitab barəsində nazil olur. Bəli. Əgər bu ayə əhli kitab barəsində nazil olursa, bu deməkdir ki, onun hökmü bizə aid deyil. Yəni əgər hansı bir yahudi Tövratın açıq aydın bir hökmünü gizlədirsə, Allah və lənət edənlər ona lənət edirsə, hansısa bir xristiyan İncilin açıq aydın bir hökmünü gizlədirsə insanlardan, Allah və lənət edənlər ona lənət edirsə, hansısa bir müsəlman Quranın açıq aydın hökmünü gizlətsə, ona aid deyil bu ayə. Yəni bu absurd bir belə deyək də yanaşmadır. Ayə ola bilsin, əsbab-ı nuzul var, hansısa bir səbəbə görə nazil olur. Amma o demək deyil ki,
Bu əsbab-ı nuzul, bu ayənin nazil olma səbəbi ayənin hökmünü dəyişdirir. Dəyişdirmir. Necə ki, əhli kitaba aiddir, bizə də aiddir. Biz də kitab əhliyidir, Quran əhliyik. Hətta hədisdə də keçir, vitr barəsində hədis var, əhl-i sünnə mənbədən, orada hələ də keçir, əhl-ül Quran. Görür ki, eyni kəlmələr istifadə olunur. Allah Bəqərə 185-də deyir, Quran hidayətdir və bəyyinətdir. Burada da deyir, neyi gizlədirlər? Bəyyinət və hidayət, huda. 174-də, yenə Bəqərə surəsində, Allah-u Teala buyurur, deyir ki, Euzubillahimineşşeytanirracim, İnnellezine yaktumuna ma anzalallahu minel kitabi ve yeşterun bihi samanan qalilan. Ulaika ma ya'kuluna fi butunihim illa nara. La yukallimuhumullahu yevmel kıyameti ve la yuzakkihim ve lahum azabun alim. Şübhəsiz ki, o kəslər ki, Allah kitabda nazil etdiyini gizlədirlər və bunu ucuz bir qiymətə satırlar. Orada yəni yaşlaruna kəlməsi əslində iştara almaq deməkdir. Ticarət etmək. Və aleykum salam. Bu o deməkdir ki, bukval mənada kimsə götürür, yəni Quranın hansı ayəsini pulla satır. Hansı mənfəətlərə görə? Yəni dünya həyatına sərf eləmir. Ya nə bilim, o yaşadığı toplumda məsəl üçün bunu bəyənmirlər və bunu gizlədir. Onlar, Allah buyurur, öz bətinlərinə yalnız alov yiyirlər. Allah qiyamət günü onlardan danışmayacaq. La yukallimuhullahu yevmel və la yuzakkihim. Allah onları təmizləməyəcək qiyamət günü. Yəni onların günahlarını Allah buyurur bunu Quranda. Onların günahlarını Allah təmizləməyəcək. Kimlərdir? Kitabdan xəbəri olub, həmən kitabın əhkamlarını insanlardan gizlədənlər. Və ləhum azabun əlim və onlara acılı bir əzab var. Yəni bu ayələr kimlər barəsindədir? Yəni Allahın dinindən xəbəri olan şəxslərdən. Yəni İslam dini ilə məşğul olan. Yəni çünki dindarların, Allaha həmd olsun, dindarlar gündən günə artır, ibadət əhli artır, amma onların o boyda Allahın kitabından xəbəri yoxdur. İnsan var, səhər saat 6-da çıxır, axşam saat 9-da işdən qayıdır, bir də namaz qılmağını çatdırır, zikrini eləyir, orucunu tutur, qutardı, getdi. Bu ayələr xüsusən İslam dini ilə məşğul olan, araşdıran insanlara aiddir. Və Əl-İmran surəsində Allah əhli kitaba müraciət edir ki, Ya əhləl kitabi limə təlbisunəl haqqa bil-batili və təktumunəl haqqa və əntum ta'ləmun. Ey əhli kitab, ey kitab əhli, bildiyiniz halda, yəni bu cahil dindarlara aid deyil, bilənlərə aiddir. Bildiyiniz halda niyə görə haqqı batı ilə örtürsünüz? Təlbisunəl haqqı bil-batili və təktumunəl haqqı və haqqı gizlədirsiniz. Allah bu sualı verir Quranda. Və Allah misak alıb, yəni vəd alıb, əhd alıb. Bunu da Quranda zikr edir. Yenə Allah Teala Əl-İmran surəsində 187-ci ayədə nazil edib ki: "Və iz axazahullahu misakallazina utul kitaba latubayyinunnahu lin-nasi və la taktumunahu və nabazuhu vara'a zuhurihim وَاشْتَرَوْا بِهِ سَمَنًا قَلِيلًا فَبِئْسَ مَا يَشْتَرُونَ." Allah kitab əhlindən əhd aldı. Misal. Yəni onlar söz verirlər ki Allah. Siz bu kitabı insanlara izah edəcəksiniz. Açıq aydın izah edəcəksiniz. Başa salacaqsınız. Onlar nə edilər? وَرَاءَ زُهُورِهِمْ. Yəni arxalarını atdılar. Bu verdiyi əhdi yəni pozdular. وَاشْتَرَوْا بِهِ سَمَنًا قَلِيلًا. Və onu ucuz bir qiymətə satdılar. Ucuz bir şeyə. Fəbi'sə mə yaşlarun. Onların alış-verişi, onların ticarəti necə pisdir. Yəni bu ayə hamıya aiddir. İstir Tövrət əhli olsun, istir İncil əhli olsun, istir Zabur əhli olsun, istir Quran əhli olsun, fərq etməz. Yəni bu hamı. İndi istəyərdim Ramazan ayıdır, düz indi ayın yarısı keçib. Allaha dua edib yalvarıram ki, tutduğumuz orucları qəbul etsin. Allah Zülcəlal və İkram mükafatımızı həm dünyada, həm ahirətdə versin. Orucun əhkamları.
Bax, Allah-u Teala Bəqərə 187-də orucun əhkamlarını, qaydalarını, qanunlarını bizə hamısını başa salır. Və orada belə bir hissə var ayədə. Kulu vaşrabu hətta yətəbəyyənə. Yenə bax, həmən təbəyyənə felidir. Hətta yətəbəyyənə ləkumul xeytul əbyadu minəl xeytil əsvadı minəl fəcr. Summa atimmu siyama iləl-leyl. Allah deyir, fəcrdə ağ sap, qara sapdan açıq aydın seçilməyənə qədər. Təbəyyənə açıq aydın demir. O seçilməyənə qədər yeyin və için. Sonra orucunuzu gecəyə qədər tamamlayın. Yeri gəlsə bir bu ayə kifayətdir. Çünki Allah açıq aydındır, bu seçilməlidir, açıq aydın. İndi bəzilədir ki, bunu şəhər şəraitində görmək olmaz. Bunu geri gedərsən ya dənizin sahilinə, ya bir dağa dırmaşasan. Keçən Ramazan yox, ondan əvvəlki Ramazan qardaşlar getdilər dəniz sahilinə, videoda çəkdilər, bütün sosial şəbəkələrdə də paylaşdılar. Təqvimdə yazılan sahurun, indi kim sahur deyir, kim imsak deyir, sahurun vaxtı ilə həqiqi fəcrin arasında yarım saat vaxt oldu. Paylaşdılar, bu videonu çəkdilər. Birincisi. İkincisi, ayə nə vaxt nazir olunub? Oruc nə vaxt fərz olub müsəlmanlara? Mədinədə. Bunlar şəhərdə yaşayırlar. Yəni, bunlar dağa çıxırdılar. Mədinənin yanında dəniz var. Qırmızı dəniz nə qədər aralıdır Mədinədə. Yəni, şəhər şəraitində bunlar görürdülər. Xeytul əbyadu minəl xeytil əsvadı. Yəni, açıq aydın görülür ki, artıq üfuqda görünür. Fəcrin vaxtıdır, qutardı, getdi. Yəni, yeri gəlsə, bu bir dənə bu ayə kifayətdir. Ki, yəni, insan var, ağır işdə işləyir, axşam gəlir, yatır, oyanır, saat 6-ya qalıb, afisö, imsakın vaxtı keçdi. Gedir yenə təzdən ağır işə, axşam 8-ə qədər başı gicəllənə, ürəyi bulana, susuz, yeməksiz oruç tutur. Niyə görə? Çünki haqqı gizlədiblər ondan. Halbuki fəcrin vaxtı girmir. Onun vaxtı var, su da içə bilər, bir iki də meyvə də yeyə bilər, enerjisi olacaq. Zülm deyil bu. Həmən dindara qarşı zülm eləyirik də biz. Deyir ki, o təqvimlə get. Təqvimdə baxsan, qapı qaranlıqdır. Yenə deyirəm, yeri gəlsə bu ayə kifayətdir. Amma yaxşı, gəlin hədislərə də baxaq. İndi əhl-i sünnə mənbələrinə hədislər getirəcəm. Birinci hədis Cəmi Səhih Buxarədə 1916-cı nömrə. İndi kim müxtəsər oxuyursa tərcümədə Azərbaycanca, orada həqiqi nömrə mötərəzədə yazılacaq. Yəni, müxtəsərdə nömrələr fərqli olur. Həqiqi nömrə mötərəzə yazılır. Bir də tapmaq çox rahatdır. Adı gedir Kitab-ı Siyam. Açırsınız məcbur Cəmi Səhih Buxarini, oxuyursunuz, nə bilir, gəlir Kitab-ı İman, Kitab-ı İlm, Kitab-ı Salah filan, göz Kitab-ı Siyam, yəni oruç kitabı. Orada tapacaqsınız bu hədisi. Rahat nömrəsini də yenə deyirəm, 1916. Deməli, Adi ibn Hatim, sahabə, deyir, bu ayə nazir olunanda, bəyək oxuduğumuz Kulu vaşrabu, o götürdü 2 dənə sap, ağ sapla qara sap, qoydu balışın altına. Yatdı. Gecə oyandı, indi sapları tutub belə seçə bilmir bunları. O vaxtda elektrik zad yox idi, evlərdə. Seçə bilmir, gəlir Rasulullahın yanına, belə izah edir ki, bəs ayə nazir oldu, mən baxdım. Allahın elçisi də sallallahu aleyhi və səlləm ona deyir ki, yəni bu buna aid deyil. Yəni keçid innəmə zəlikə savvadul leyli və bəyadun nəhari. Deyir, bu gecənin qaranlığı ilə sübhün işıqlığıdır, beyazlığıdır. Hədisdə də Allahın elçisi aleyhissalatu vesselam, yəni Cəmi Səhih ki, belə cavab verir. O biri hədisə baxırıq, Abdullah ibn Omar'da Cəmi Səhih Müslimdə 2588. Yəni deyirəm, Səhih Müslimdə də Kitab-ı Siyam babında keçir. Abdullah ibn Omar'dan. Abdullah ibn Omar rivayət edir ki, Allahın elçisi deyir, İnnə bilalə yuəzzinu billeyli fəkulu vəşrabu həttə təsməu təzini İbni Maktum. Bu hədisə görə Allahın elçisi dedi ki, həqiqətən Bilal gecə azan verir. Yəni hədisləri oxusaq, Allahın elçisinin zamanında aleyhisselam 2 dənə azan verilirdi sübh namazına. Biri insanları oyadmaq üçün yuxudan. İkinci azanda artıq o iki namazın vaxtı girib. Bu hədisdə də keçir ki, həqiqətən Bilal gecə, leyl, gecə azan verir.
O azan verəndə siz yeməyi, içməyi davam edin. Nə vaxta qədər? O vaxta qədər ki, İbn Maktumun azanını eşidəcəksiniz. Abdullah İbn Maktum kimdir? Kör sahabə. Yəni tam körü, yəni gözləri dəhşət dərəcədə pis görürdü. O da müəzzin idi. Yəni bu insan bu dərəcədə zəif gözlə görürdü ki, artıq sübh açılıb və ondan sonra azan verirdi. Yəni hədislərə görə də belədir. O biri hədis yenə Cəmi Səhih Müslimdə keçir, 2596. Orada keçir ki, deməli, Allahın elçisi buyurub, Lə yəğurrannə əhadakum nida'a bilali minəs sahuri və lə həzəl bəyadu həttə yastatira. Deyir, Bilalın azanı, yəni burada nida keçir. Nida yəni azan nəzərdə tutulur. Bilalın azanı sizi sahurdan əngəl etməsin. Yəni yeməyinizi davam. Nə vaxta qədər? O vaxta qədər ki, beyazlıq yayılacaq. Yastatiru. Yayılacaq. Yəni görəcəksiniz ki, beyazdır. Artıq həqiqətən fəcrin vaxtı girir. Yəni, mən yenə deyirəm, bu Bəqərə surəsinin 187-ci ayəsi kifayətdir ki, orada təbəyyənə feli keçir. Açıq aydın. Amma hədislərdə də bu belədir. Mənə bir neçə dənə video göndərdi istədiyim qardaşlar, indi adlarını çəkmək istəmir, məşhur şeyxların. Onlar götürüblə başqa hədisləri namaza aid olan, Mədinədə əlbəttə ki, elektrik yox idi, qaranlıq idi, hər insanın imkanı da yox idi evdə ləmpə yandırmağa. Sahabələr var idi ki, bir paltarla namaz qılır da tez qaçırırlar evə ki, paltarı çıxardıb versin ki, yoldaşı da namazı qıla bilsin, namazın vaxtı çıxmasın. Onların imkanı var idi yağ yandırmağa, ləmpə yandırmağa. Qaranlıq idi. O hədis ona aiddir ki, namazdan qaydanda insanlar açıq aydın görə bilmirdilər bir-birini. Yəni o belə qaranlıq idi. Zaten hədis sübh namazında elə olur da. İndi sübh namazının vaxtı Bakıda da elektrik söndür o da olur. Amma bu eminlə Ramazana, oruca, sahura, iftara aid olan hədisləri getirmədilər. Və də ki, o mütləq təqvimlə getməlisin. Mən yenə deyirəm, hansısa insan özü, öz istəyi ilə əlbəttə ki, yarım saat əvvəl bitirə bilər sahurunu. Heç bir problem yoxdur. Yəni, öz xoşu iləndir, yedi hələm yarım saat var, istəyər yarım saat Quran oxuyar, istəyər yarım saat mürgüləyər namaza qədər, nə istəyər eləyər, o problem deyil. Amma biri var, deyirsiniz ki, yox, bu vaxta qədər bitirmək vacibdir. Mən yüzlərcə adam tanıyıram ki, çatdırmır. Xüsusən də yay aylarında. Gecə çox qısa olur, ağır işdə işləyən qardaşlar var. Gecə namazını, işa namazını qılır, 3 saat, 4 saat vaxtı var onun sahura qədər yatmağa. Bir də oyanır, baxır təqvimə ya telefonda ya hardasa, ayda vaxtı çıxdı, İndi 40 dərəcə istidə təzdən ac, susuz, yenə axşam 8-ə, 9-a qədər işləməlidir bu adam. İftara qədər. Bəs onların haqqı. Yenə də mən bu ayələri niyə görə xatırladım? Əstəğfurullah, heç kimlə ixtilaf etmək üçün, zat üçün yox. Yəni təklifdir də, Quran ayıdır. Ramazan Quran ayıdır. Çalışaq Quran ayında insanlara Quranın əhkamlarını, Quranın hökmlərini çatdıraq. Yəni təəssüflər olsun, belə deyə də, insanların tanıdığı dindən, Allah Zülcəlal və İkram nazil etdiyi dindən müəyyən məsələlərdə fərqlər var. Və bu tək oruca aid deyil. Başqa məsələlər də çoxdur ki, halal-haram məsələləri də çoxdur ki, yəni insanların alışdığı dindən Allah Zülcəlal və İkram nazil etdiyi din fərqli şeylər söylür. Allahın elçisi də nə ilə mükəlləf idi? Neçə ayə var Quranda. Və anihkum beynəhum bimə anzalallah, Məidə surəsi. Onların arasında Allah nazil etdiyi ilə hökm verir. Allah bunu birbaşa Zülcəlal və İkram öz elçisinə əmr edir. Allahın elçisi başqa cür hökm verib. Əgər Allah Quranda deyib ki, təbəyyənə, deməli o Allahın elçisi də elə deyir. Zaten hədislərlə də belə də gəlir. Mən az getirdim, 3 hədis getirdim. Orada Kitab-ı Siyamda bəlkə 10 dana hədis keçir bu mövzu barəsində. Yəni uzatmamaq üçün 3 dənə getirdim. Özü belə baxanda əhl-i sünnə mənbələrinə görə ən səhih kitablardır. Buxaridir, Müslimdir. Nömrələrini də dedim, kim istəsə açsın, yoxlasın. Heç bir problem yoxdur. Allaha dua edib yalvarım ki, Allah subhanahu wa ta'ala bu mübarək ayda bizi haqq üzərində sabit etsin. Allahın Əl-Haqq ismi ilə yalvarıram. Allahın Əl-Mucib ismi ilə yalvarıb dua edirəm ki, Əl-Mucib olan Rəbbimiz bizim
bütün namazlarımızı, oruclarımızı, sədəqələrimizi, ümrəyə gedən qardaşların ibadətlərini qəbul eləsin. Mükafatımızı həm dünyada, həm axirətdə versin. Allah subhanahu wa ta'ala xəstə olan qardaş bacılara, balalara, körpələrə kamil şəfa versin. Onların yaxınlarına səbir versin. Bu ayda dünyasını dəyişən qardaş bacıları Allah subhanahu wa ta'ala Ar-Rahman, Ar-Rahim, Əl-Vadud olan Rəbbimiz rəhmət eləsin. Əl-Qafur olan Rəbbimiz onların günahlarını bağışlasın. Allah sizdən də razı olsun. Fəlilləhil hamdu Rabbis səmavati və Rabbil ardı Rabbil aləmin və ləhul kibriyau fis səmavati vəl ardı və huvəl azizul hakim.